Слава героям! Слава Україні! Слава Азербайджану! Слава Україні, слава Азербайджану! Слава Україні! Hər vaxtınız xeyir olsun. İgidliyi ilə, mərdliyi ilə, səxavəti ilə, sədaqəti ilə, daim haqqın yanında olması ilə dünyaya səs salan xalqım. Bütün dünya Azərbaycanlılarına salam olsun. Hörmətli izləyicilər, biz bu günlərim Ukrayna-Azərbaycan müharibə döyüşçüləri qardaşlıq cəmiyyətinin sədri Vidadi İsrafilovla tanış olacaq və onu sizlərə tanıdacaq. Bu müharibə dövründə onun keçdiyi şərəfli yolu sizinlə birlikdə vərəqləyəcəyik. І тиша після бою сниться їм вісні. Вони йшли крізь холод втрати і дими, щоб мирне завтра зустріли просто ми. І навіть там, де ніч стирає всі сліди, вони несуть надію людям крізь роки. Vidadi bəy, salam, necəsiz? Aleyküm assalam, sağ olun, sağ olun. Necələrlə, səni kimi Allah'a çoxdan gözləyirdim. Çox sağ olun, Hoş minnətdarım. gəlmişsən, sabah yatmışsan, buyur qardaş. Paylaş, buyur. Çox sağ olun, minnətdarım. Хто серцем закрив небеса. Bir daha hər vaxtınız xeyir olsun Vidadi bəy. Vidadi İsrafilov. Öncə tanıyaq. Çox sağ olun, Arzu bəy. Əvvəla xoş gəlmisiniz. Qonağımızsınız bugünkü gündə və sizin gəlməyiniz bizim üçün çox xoş oldu və həqiqətən gözləyirdik, belə deyək də. Uman yerdən küsəllər həqiqətən də, yəni bu formatda bizim hərbiçilərinlə görüşmək, onları işıqlandırmaq, şəhidlərimizi işıqlandırmaq, yəni ki, bu kimsə bu məqsədlə, bu məramla qapınızı döyürsə, qapınız üzünə açıqdır. Xoş gəlmisiniz, yəni bu gözəl, həm dəyərli, həm məsuliyyətli vəzifəni öhdəliyi götürmüsünüz. Çox ağır işdir. Buna görə sizə çox sağ ol deyirik, uğurlar deyirik ki, yəni gözəl olsun və çalışarıq ki, bu istiqamətdə sizə bacardığımız köməklik eləyək, informasiyanı verək, imkan daxilimizdə. Vidadi İsrafilov, yəni bilirsiniz, yəni sağ olun, 1967-ci il Şəki şəhərində anadan olmuşam. 1998-ci ildən Ukraynada yaşayıram, Ukrayna vətəndaşıyam. 2014-cü ildən Meydan hərəkatından sonra Ukraynada başlayan savaşda könüllü olaraq iştirak eləmişəm. 14-cü ildə könüllü olaraq və 15-ci ildən rəsmən olaraq Ukrayna ordusunun tərkibinə qatıldım və Ukraynada ilk könüllü batalyon olan Sergey Petroviç Kulçetsk adına, general Kulçetsk adına könüllü batalyona yazıldım və orada ilk Azərbaycanlı olaraq 500 nəfər heyət içərisində tək Azərbaycanlı mən idim və mənim üçün çox böyük şərəf oldu və bu batalyonun tərkibində 7 il xidmət elədim və Ukraynanın ən qaynar nöqtələrindən başlayaraq bütün cəbhə bölgəsində oldum və xidmət elədim və şükürlər olsun ki, yəni bu bir il yarım öncə veteran olaraq, qazi olaraq istifaya çıxdım. Həm yaşımla əlaqədar, həm səhhətimlə əlaqədar olaraq belə çıxdım. Amma yenə də baxmayaraq fəaliyyətimiz davam edir. Çünki bilirsiniz ki, Ukrayna-Azərbaycan müharibə döyüşləri, qardaşlıq cəmiyyətinin üzərində böyük günlərin, böyük işlər durur. Bizim bu cəmiyyətin tərkibində bu günlərin 1500 nəfərdən artıq üzvümüz var. Və burada tək Azərbaycanlılar yox, həm Ukraynalılar var, həm bizim Qafqazın nümayəndələri, bizim Çeçen qardaşlarımız, Gürcülər var, Krım tatarları var, Ukraynalılar var. Yəni hamımız və ümumiyyətlə bizim belə baxdığımızda sayımız daha çoxdur. Azərbaycanlılarımız da var, döyüşçülərimiz də var, şəhid ailələri də var, valideynləri də var, onlarla daim əlaqədə yox. Yəni belə bir məsuliyyətli iş bu dəqiqə bizim üzərimizdədir, bizim çiynimizdədir və çalışırıq ki, bu yükü aparaq və bacardığımız qədər və doğru apara bilək. Çünki bilirsiniz, yəni ən azından bu günləri müharibə davam edir. Ən yaralı yerimiz şəhid ailələrdir. Onlara diqqətdir, mənəvi dəstəkdir, maddi dəstəkdir, hüquqi dəstəkdir və bu istiqamətdə bizim işlərimiz var, gedir. Və düşünürəm ki, nə qədər ki müharibə davam edir, belə məsələlər çıxacaq ortaya və bunu gedəcək.
Ukrayna-Azərbaycan müharibə iştirakçılarının qardaşlıq cəmiyyəti 2017-ci ildə Ukrayna Ədliyyə Nazirliyinin rəsmən qeydiyyatdan keçdi. Niyə görə bu yarandı və bunun yaranmasının da və bu qeydiyyatdan keçməsinin yəni çox böyük tələbat var idi o dövrdə. Ona görə ki 2014-cü ildə Ukraynada savaş başlayanda və bilirsiniz ki, yəni 2014-cü ildən Krım anneksiya oldu, Donbas bölgəsində, Luqansk bölgəsində artıq separatizm baş qaldırdı. Rusiya ordusu demək olar ki, yəni geniş miqyaslı olmasa da xüsusi qüvvələr, Kirkinin başçılığı ilə xüsusi qüvvələr daxil oldu və bu bölgələrdə savaşlar başladı. Yəni bununla əlaqədar olaraq, yəni Ukraynada könüllü batalyonlar yaranmağa başladı və müharibənin bu anında, bu səviyyəsində təsəvvür edin ki, yəni mənim şəxsən gördüyüm obyektiv olaraq, subyektiv olaraq bütün bu proseslərdə, yəni gözümün önündə, inandırım sizə 2014-cü ildə deyərdim ki, Ukrayna ordusu yox idi və yox səviyyəsində, həqiqətən də. Təchizat yox səviyyəsində, silah-sursat yox səviyyəsində, vallahi billahi, yəni ki, oradan, buradan belə xırda. Və o dövrdə, yəni Ukrayna ordusu könüllülərin çiynində getdi. İnandırım sizə, bizim batalyonda qulluq edən könüllülərin %80% bəlkə də heç hərbi xidmətdə, yəni həqiqi hərbi xidmətdə olmayan Ukrayna vətəndaşları idilər. Amma vətənpərvərlər. Təchizat yox, ərzaq yox. Maaş, yəni belə şeyini belə nətər deyərlər, bunun adını da çəkmək düzgün deyil, çünki vətənpərvər hamı vətəni qorumağa gedirdi, yəni belə proseslər. Bu dövrdə, yəni biz də Azərbaycanlı olaraq, yəni və mən və mənim kimi bir çox Azərbaycanlılar Ukrayna ordusuna qoşuldu. Könüllü olaraq, könüllü batalyonların tərkibində, mən şəxsən Milli Qvardiyanın tərkibində olan batalyonda xidmət elədim, könüllü batalyonda, başqa Müdafiə Nazirliyinin tərkibində olan qurumlarda xidmətli Azərbaycanlılar var idi. Və əfsuslar olsun ki, 2014-cü ildə artıq bizim Azərbaycanlı şəhidlərimiz var idi. İlqar Bağırov, Yolçu Əliyev və bir çoxları, həqiqətən də, yəni bu siyahı çox uzundur. Niyə görə, məsələn, mən bunu deyirəm? Ona görə ki, biz Azərbaycanlılar və bu günlərin tarixi baxdığımızda, 2026-cı il tarixinə baxdığımızda və bugünkü tarixdən, bugünkü prizmadan 12 il əvvələ qayıdış elətdiyimizdə, baxdığımızda və Ukrayna ordusunun hansı prosesləri keçdiyi, necə yarandığını biz şahid olduq. Birbaşa şahid olduq. Hansı şəraitdə bu proseslər yarandı, necə yarandı və həqiqətən də bizim üçün böyük şərəfdir. Biz Azərbaycanlı olur bu proseslərin içində. İnandırım sizə. Bax, bir ayaqqabını almaq belə, bir necə deyərlər, biz naskiyə qədər, ayaqqabıya qədər təzə, oradan burada cibimizdən maaşını alıb giydiyimiz vaxtı yaranan bir ordu bu günlərim 2026-cı ilin iyun ayında Ukrayna ordusu tarix yazır dünyada. Yəni dünyanın ikinci ordusu hesab olunur. Və bizim üçün şərəfdir. Biz bu Ukrayna müdafiə qüvvələrinin tərkibindəyik və yenə də qayıdım əvvəlki fikrimə qayıdım ki, biz niyə görə bu yarandı? 2014-cü ildə bu savaş başlayan zaman könüllü ordular yarandı və o cümlədən də başqa millətin nümayəndələri də qatıldılar. Biz Azərbaycanlılar kimi keçənlər də, Gürcülər də qatıldılar, başqa millətin, Belaruslar da vardı, başqa millətin nümayəndələri. 2014-cü ilin oktyabrın ayında iş yaradılan könüllü batalyonlardan biri, Qafqaz batalyonlarından biri, batalyon Dudayev adına könüllü batalyonu, Çeşen batalyonu yaradıldı. Yəni orada onun komandirlərindən tanıdığımız Amin Akuyeva rəhmətlikdir, Allah rəhmətə getdi. Ondan sonra onun əri Adam Osmayev oldu. Yəni biz bu proseslərdə birgə, yəni həqiqətən gözümüzün qabağında yarandı. Və eyni zamanda həmən dövrlərdə yarandı Gürcü legionu, Mamuka Mamulaşvili komandiri olaraq bugünkü də bizim qardaşımız bir yerdə yox. Onlarda bir qurum yarandı. Yaratdılar öz batalyonlarını. Orada da Gürcülər və başqa millətin nümayəndələri var idi. Və labid olaraq yəni ki, yəni belə bir lazımi bir zamanın doğurduğu bir sual ortaya çıxır. Bəs biz Azərbaycanlılar və həqiqətən yalnız biz Azərbaycanlıların da öz üçün könüllü batalyonu olsun deyə belə bir labid ortaya sual çıxdı, yarandı.
və var idi Azərbaycanlılarımız da çox idi. Və ümumiyyətlə şəxsən mən öz şəxsi fikrimi deyim. Mən bu fikrin əleyhinə oldum. Şəxsən mənim fikrimdir və bunu mən çox yerdə suallar verilir. Niyə görə biz Azərbaycanlıların özünün batalyonu yox idi? Niyə görə biz öz qurumumuzu yaratmadıq? Öz bayrağımız altında belə elə. Birincisi niyə görə yaratılmadı? Çünki mən o dövrdə mən artıq Ukrayna vətəndaşı idim. Və ümumiyyətlə biz Azərbaycanlıların keçənlərin yaratdığı, yəni mental olaraq, yəni dini olaraq, mental olaraq bir yerə yığılması, biz Azərbaycanlı yığılmasının mənim şəxsi fikrim oldu ki, əgər biz bir Azərbaycanlı olaraq Ukrayna Müdafiə Qüvvələrinin daxilinə, Ukrayna Müdafiə Nazirliyinin tərkibinə və cürbəcür qurumlarının tərkibinə bir Azərbaycanlı qatılsaq, biz daha çox effektli iş görə bilərik və özümüzü daha çox göstərə bilərik. Belə bir fikir məndə var idi və ona görə mən bu fikirdən daşındım, mən buna razılıq vermədim. Mən şəxsən öz fikrimi deyərəm. Demək, kim istəyirsə bu fikri yaratsın, o özü bilər. Şəxsi fikir, amma mən bu fikirdən daşındım və ona görə də 2015-ci ildə artıq mən Tək Azərbaycanlı Batalyon Kulçiskinin tərkibinə qatıldım. Əskər olaraq, sadəcə əskər olaraq qatıldım və 500 nəfər heyətin daxilində mən tək Azərbaycanlı idim. Bugünkü günə qədər də bax, komandir batalyonları dəyişildi. Yəni hamısı mən yəni görüşürük, münasibətimiz var bütün döyüşçü qardaşlarımızla belə-belə. Və o cümlədən də yəni sözümü nəyə gətirirəm, fikrimi nəyə görə çatdırıram ki, yəni mən mesaj verdim bütün Azərbaycanlılara. Əgər kim Ukrayna vətəndaşı olaraq qoşulmaq istəyirsə, qatılsın Ukrayna ordusunun tərkibinə. Tərkibinə getsin, döyüşsün, xidmətləsin, qulluq eləsin. Ona görə biz fikirdən daşındıq və 2017-ci ildə yenə olaraq, yəni ictimai təşkilat olaraq Ukrayna, Azərbaycan müharibə döyüşlərinin qardaşlıq cəmiyyətini yaratdım ki, yəni biz baxmayaraq ki, hər hansı bir müdafiə qüvvələrinin tərkibində vuruşmağımıza, boş vaxtlarımızda biz görüşürük və ümumi məsələləri müzakirə edirik. Gündəmdə olan məsələləri müzakirə, kimin nəyə ehtiyacı var, yəni cürbəcür məsələləri. Ona görə də bugünkü tarix, 2026-cı ildə bu günləri mən əminliklə deyə bilərəm ki, bu doğru idi. Doğru qərar verildi ki, yəni biz Azərbaycanlı olaraq başqa-başqa Ukrayna ordusunun tərkibində başqa-başqa olaraq vuruşduq, tək bayraq altında yox. Və bu günlərim mən sizə əminliklə deyə bilərəm ki, Azərbaycanlılar tarix yazır, Azərbaycan döyüşçüləri müharibə tarix yazır. Bizim ölənlərinin sayı həddindən çoxdur. Baxmayaraq ki, biz başqa-başqa... Onu soruşmaq istərdim, üzr istəyirəm Vidadi bəy. Birinci, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. İstər Azərbaycan deyir, elin o başı, bu başı olmaz. İstər orada, istər burada, hamısı Azərbaycan oğludur, Azərbaycan əskəridir və istər Azərbaycanda, istər burada Azərbaycan oğlu, Azərbaycan əskəri öz mərdliyi ilə, dəyanəti ilə, mən həmişə o sözü deyirəm, məzlumun yanında olmağı ilə dünyaya nam salıb. İstər orada, istər burada. Bir çox Azərbaycan əsilli Ukrayna vətəndaşları döyüşürlər. Və bildiyimiz qədərilə elə Azərbaycan vətəndaşları da var ki, yəni Ukrayna vətəndaşı deyil, amma gəlib burada Ukraynadan döyüşür. Çoxmu şəhidlərimiz var? Bəli, bu günlərim bizim bildiyimiz və topladığımız məlumatlar əsasında 120-yə qədər Azərbaycan əsilli şəhidimiz var. Və mən əminliklə deyə bilərəm ki, bu rəqəm daha çoxdur, daha böyükdür. Çünki bu rəqəmləri bilirsiniz ki, Ukrayna ordusunun tərkibində pasportda milliyyət yazılmır, yəni hansı millətin nümayəndəsidir. Ona görə də bu günləri bizim, yəni bacaran qədər topladığımız məlumatlarda 120-yə qədər şəhidimiz var. Azərbaycanın əsilli. Əlbəttə ki, bunların içərisində ən çox əksəriyyət Ukrayna vətəndaşı olan Azərbaycanlar təşkil edir. Əfsuslar ki, Azərbaycan vətəndaşı olan şəhidlərimiz də var, bunların tərkibində var. Çünki bilirsiniz, yəni buna da zamanın tələbi 2022-ci ildə geniş miqyaslı müharibə başlayan zaman kim ki o dövrdə Ukraynada idi və Kiyevdə idi və Kiyev ətrafında idi, millətindən asılı olmayaraq, vətəndaşlığından asılı olmayaraq vallahi hamı əlinə silahı götürdü, yəni Ukraynanın müdafiəsinə durdu. Və o cümlədən bizim şəhidlərimiz oldu və yenə davam elədi və bu gün də var döyüşən.
Bu rəqəmlər var, tapırıq, toplayırıq. Yəni əlimizdə də bu rəqəmlər var. Ən çox şəhid verən bu gün millətlər arasında Ukraynada bu günlərin 140-a qədər milli azlıqları yaşayır, millətləri yaşayır. Ən çox şəhid verən Azərbaycan millətidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirik. Burada yəni məcburiyyət olmayıb. Yəni Azərbaycan əsilli, Ukrayna vətəndaşları, istər Azərbaycanlılar, yəni bunların əksəriyyəti könüllü olaraq gedib. Sanki, bu mənim subyektiv fikrimdir, sanki o döyüşə gedənlər bir qisas amacı ilə gediblər. Hansı ki, 1990-cı ildə 20 yanvar hadisələri hamımızın bugünkü gün kimi yadımızdadır. Nələr baş verib, əli yalın millətə, xalqa necə zulmlar olundu. 1992-ci il Xocalı faciəsi, 366-cı mutatıcı alay, yəni nələr oldu, yəni bunu hələ bütün dünya bu günə baxmayaraq ki, üstündən 34-35 il artıq keçir. Bütün dünya danışır bu faciədən, bu bəşəriyyət durduqca da danışılacaq, çünki bu insanlığa yaraşmayan bir şeylər oldu. Yəni, ola bilərmi ki, yəni bir içində bir qisas amacı, bir qisas hissi ilə, birsiz, haqq həmişə haqdır, batıl həmişə batildir. Yəni, istəsələr, yenə deyirəm, Azərbaycan əsilli Azərbaycan vətəndaşları da var ki, onlara məcburiyyət yox idi. Amma öz yanlarından könüllü olaraq gediblər. Yəni, bunun altında bir növdə bir qisas dayana bilərmi? Çünki siz hərbiçilərlə ünsiyyətdəsiz, istər gəncinlə, istər biraz yaşlısınla, yəni bunları görürsünüz, müəyyən danışıqlar, söhbətlər. Bunun altında bir qisas da dayana bilərmi? Arzu bəy, çox doğru qeyd edildiniz. Yəni, həqiqətən də bilirsiniz ki, müharibənin öz taktiki üsulları var və qələbənin də qazanma üsulları var. O ordu ki, qələbə qazanır, onun motivasiyası güclü olur. Hansı ordunun motivasiyası güclüdürsə, o qələbə qazanır. Yəni, bunu biz nisbətdə misallarla tuta bilərik, bizim Azərbaycanımızı qoya bilərik, yəni Azərbaycanın qələbəsini qoya bilərik. Və o cümlədən də bu günlərin Ukraynanın, yəni bu statistik rəqəmləri qoyuruq bir kənara, yəni xalq dili ilə, lor dili ilə danışsaq belə deyək ki, dünyanın ikinci ordusu sayılan bir ordu gəldi, bir balaca bir Ukrayna. Xəritədə baxdığımızda bəlkə onun miqyasında, nisbətində bir şey görünmür. Niyə görə bu 5 il, artıq 4 il yarım 5 ilə çatır ki, yəni bu qabağında durdu və bu ordu gedə bilmir. Yəni birisi gözəl bir İlbiz, bilirsiniz də İlbiz nə deyirlər? Bu gözəl, bu bizim Latviyanın baş naziri, eşitmişsiniz də, yəni məsələn yox. Yəni Avdiyevkadan 2022-ci ildə İlbiz yola çıxsaydı, bu günlərim çatmışdı Avropaya. Yəni ki, bu ordu İlbiz qədər irəliyə bilmir. Əlbəttə, bunun da səbəbi var. Səbəb odur ki, yəni ordunun motivasiyası var. Orada döyüşən əsgərin motivasiyası var. Və bu günlərim, əlbəttə ki, Ukrayna ordusunun tərkibində olan Azərbaycanlıların da öz motivasiyası var. Müharibə ölüm deyən şeydir. Yəni, sən niyə görə bu gedirsən ölümə və nədir motivasiyonu? Əlbəttə, siz çox doğru qeyd ediniz. Millət olaraq, mental olaraq, qanımızda, kökümüzdə əlbəttə ki, bu imperiyaya qarşı bizdə daimi qisas var. Qanımızda var, doğulduğumuzdan var. Həqiqətən də. Çünki illərlə, əsrlərlə Azərbaycana qarşı, Qafqaza qarşı və ümumiyyətlə qonşulara qarşı bu imperiyanın apardığı bu qəsbkarlıq müharibəsi və biz əsrlərlə bunun görmüşük. Atalarımız, babalarımız, əsillərimiz, kökümüz hamısı bunu çəkib, əsrlərlə, imperiyanın əziyyət çəkib. Doğru qeydlədir ki, yəni ən azından bizim nəslin gördüyü, gözümüzlə şahid olduğumuz 1990-cı illər, 1988-ci illər Bakı Meydan Hərəkatında başda olan hərəkatda, azadlıq hərəkatının başlanması və 90-cı illər 366-cı mutabını dediniz, şahid olduqların hamısını Xocalımızı gözümüzün qabağında, ən azından 20 yanvarımız gözümüzün qabağında, tankların nəzmə, bunların ən azından biz şahidi yox. Yəni bunun üçün dəfəs deyək ki, açıb tarixi oxumasaq da bunların şahidi olmuş elə də öyle. Bunlar bizim əlbəttə qanımızdadır və bu günlərimdə mən səminliklə deyə bilərəm ki,
%100 hər hansı bir Azərbaycanlı döyüşçü ilə söhbət elədiyimizdə biz yox, inandırım sizə. Onların hamısına sual verilir biz tərəfdən də yox, Ukraynalılar tərəfdən. Bax, sən Azərbaycanlı olaraq niyə görə gəldin bu günlərim? Eyni sualı, eyni cavabı, hamısı %100 eyni cavab verirlər ki, mənim bu qəsbkara qarşı qanımdan, kökümdən, mübarizəyə məndə kökdən gəlir, qanımdan gəlir bu mübarizə. Ona görə də əlbəttə ki, onların hamısı bu motivasiya ilə vuruşur. Bizlə birgə olan bu günlərin biz bir yerdə yox. İçkeriyə, Çeçen qardaşlarımız, Gürcü qardaşlarımız, Azərbaycan qardaşlarımız. Biz hamımız Qafqaz olaraq bir yerdə yox. Qafqaz uzun illər Rus imperiyasına əziyyət çəkdi. Bugünkü günə qədər də. Bax, çəkir də. Ona görə də biz bu gündən o qardaşlarla da bir yerdə yox. Bax, görürsünüz. Bratı Pavoli. Yəni, azadlıq qardaşları deyə biz bir cəmiyyət altında biz birləşdik. Və mübarizəmiz də bir yerdə gedir. Eyni sözlərdə, bax, bu günlərim Çeçen xalqına nümayəndəsinə bizim qardaşlarımız sonra eyni sözlər deyir. Azərbaycanlılar da deyir, Gürcü də deyir, Avar da deyir, onu Ləzgi də deyir, Tat da deyir, bütün qardaşlarımız eyni sözləri deyir. Əlbəttə, bu bizə qanımızdadır, olacaq və ona görə də bu günlərim Ukrayna ordusunun əzmə dayanmasını və eyni cümlədən də Ukrayna xalqı yenə həmçinin. Bax, eyni talih, bax, bunların da eyni oyun da bunların başına açılır. Dəyişən bir şey yoxdur. Və ümumiyyətlə, böyle götürdüyümüz Azərbaycan xalqı ilə, Azərbaycan millətinin talihini Ukraynalı çox oxşarlıqlar var. Genetikalarda çox yaxınlığı var, çox oxşarlığı var. Bir də siz qələbə dediniz, belə deyim, İlham Nuriyevin bir sözü var, bir haşiyə çıxım, çox adam onu polkovnik kimi tanıyır, amma əslində İlham bəy professordur və bir neçə elmi kitabların müəllifidir. Onun bir sözü var, o həmişə deyir ki, müharibəni ordu yox, xalq qazanır, xalq udur. 2022-ci ildə artıq anidən qəsbkarlar, belə deyək, Ukraynaya hücum edəndə ordu bir o qədər də formalaşmamışdı. Yəni anidən bir hücum, yəni Krım hadisələrindən sonra, yəni bir növ düşünülməmişdi, yəni ağla da gəlməzdi. Bəlkə kimlərsə də gözləyirdi, amma xalq bixəbər idi. Anidən bir hücum və xalq həqiqətən geri çəkilmədi. Buna biz şahidik İrpen hadisələri, Buça, xalqın yerli Qastomel, bəli, yerli əhalinin mərdliyi, dirənişi, yəqin ki, siz o prosesləri məndən də yaxşı görmüsünüz, bəlkə içində də olmusunuz o hadisələrin. Yəni, xalqın dirənişi, yerli cəmaatın dəstəyi və bu bir növ orduya bir təkan verdi. Yəni, özünə gəlmək, bir növ, belə deyim də, bir motivasiya verdi. Və şükür ki, bugün artıq Ukrayna ordusu formalaşıb. Bu, bütün dünyaya bariz bir nümunədir. Heç kimin də buna şübhəsi yox. Və indən sonra və bugünkü gün Ukrayna ordusunun, belə deyək, vəziyyəti, yəni bu sistemin içindəsiz. Ukrayna ordusunun hal-hazırki vəziyyətindən istəyərdim danışasınız. Azman, yəni İlham bəy çox doğru qeyd edir. Həqiqətən də əgər xalq, millət ordunun arxasında durursa əgər, o ordu daim qələbə çalır. Mən çox üzr istəyirəm İdadi bəy. Elə bunun da bariz nümunəsidir Azərbaycanda 44 günlük müharibə. Yəni anidən bütün dünya Azərbaycanlılarının bir bayraq altında birləşməsi, orduya dəstəyi, təkanı bunun özü dünyaya böyük bir nümunədir. Bariz nümunədir. Yəni bundan o tərəfi mən təsəvvür eləyə bilmirəm. Çox qısa bir vaxtda belə bir birlik, yəni bunun adını nə istəyirik, necə deyirik deyək, amma belə bir şey hələ indiyənə qədər olmamışdı. Arzu bəy, prizmanı çevirdik yenə Ukraynaya. 22-ci il geniş miqyaslı Rusiyanın həqiqətən də hamı üçün şok oldu. Birinci, yəni bizim əlimizdə informasiyalar var idi. Kəşfiyyat informasiyaları 100% bu ola bilər, gözləyirdik ki, bu olsun. Amma xalqın həqiqətən də burada xalqın ayağa qalxması,
yaşından asılı olmayaraq cavanı, qocası, yaşlısı, vallahi billahi hərbi komissarların qabağına getməsi, blokpostlarda durması, bax bunu heç kim gözləmirdi. Həqiqətən də heç kim gözləmirdi. Və qayıdıram yenə də həmən o Simkiroza ki, ordu və o cümlə və 22-ci illə qədər də və o cümlədən də mən də o qanun layihəsinin hazırlanmasında iştirak eləmişəm, birbaşa iştirakımız oldu. İşçi qrupunun tərkibində Ukraynada qanun layihəsi hazırlandı, özünü müdafiə dəstələrinin yaradılması haqqında. Qanun layihəsi var idi. Bu 8-ci Sazov Ali Radanın verilmişdi o zamanda və işçi qrupunun tərkibində mən də var idim. Və əsas format olaraq Çeçenistan müharibəsində Çeçenlərin Rus imperiyasına qarşı necə mübarizə apardıqlarını, formatını, modelini biz götürdük. Yəni eyni formada. Yəni ki, hər kənddə, hər rayonda, hər şəhərdə özünü müdafiə dəstələri yaradılır. Lazım məqamda operativ yığılırlar, bir də silahlanırlar və hər yerində və bu formada Ukraynada yaradılması haqqında qanun layihəsi var idi və təcrübələr də keçirdi. İnandırım sizə poligonlarda hazırlaşırdı belə-belə. İnandırım 2022-ci ildə geniş miqyaslı müharibə olduğunda cəmaət ki belə yığıldı, millət töküldü və hamı qalxdı ayağa. Bunu heç kim gözləmirdi. Vallahi billahi imperiyada hər şey olmuşdu, dəqiqliklə hazırlanmışdı bütün layihə necə alınmalı idi və bu xalqın bu əzmi bütün planlarını pozdu imperiyanın. Və o boyda ordunun 150 min bir istiqamətdən, 100 min bir istiqamətdən, 150 min bir aşağı cənubdan gələn ordunun qabağını bu xalq aldı. Yenə xalq aldı bunun qabağını. Əli yalın xalq aldı. Amma yenə silah da verildi. Nə yaradıldı? Özünü müdafiə dəstələri və bunun yəni Ukraynca adı TRO deyirik da, Territorialna Obrona. Və bu xalqın qalxmağı, xalqın bu iradəsi, özünü müdafiə dəstələrinin yaradılması, kəndlərdə, rayonlarda yaradılması və bunun qarşısını aldı. Bu çeyripən həmin qaydada. İnandırım ki, cənub bölgəsindən və Beloçersk istiqamətinə 70-ci briqadanın gəlib çatana qədər cəmaət yalın əllə. Silahlar da paylanırlar, əlbəttə ki, avtomatla. Avtomat, yəni bu avtomat müharibəsi deyil, avtomatla silahlanan bu xalq bunun qabağını aldı. Ondan sonra ordu gəldi köməyə, xalq qatıldı ordunun tərkibinə, belə deyək və bu mübarizədən bu formada bunun qabağı alındı. İnandırım sizə və bizdən sonra da və Rusiyada niyə görə onun bir balaca nailiyyətləri oldu, Ukraynadan öyrənməyə başladı. Müəyyən əməliyyatlar getdi, xırda əməliyyat qrupları, 8 nəfərlik bir qruplarla, xırda qruplarla sızıldı oradan hücumlarla, məsəl üçün belə şeylər, belə taktika sayəsində nailiyyətlər oldu Ukrayna ordusunun. Bunu Rusiya ordusu gözləmirdi. Bunlar öyrənmişdilər. Yadınızda, yəni bilmirəm, xatırınız yoxsa yox, Bravaris istiqamətində böyük tank kolonnası briqada ilə girirlərlə. Birinci, onun komandir briqada, ordu generalı oturmuşdu qabağında, gəlirdi elə birinə vuruldu. Yəni, bunlar belə döyüşə bilər. Ukrayna ordusu büyünlərmi? Əlbəttə, büyün baxdığımızda, büyünkü prizmadan baxdığımızda ordu reforması yaradıldı. Ordu döyüşə ordu oldu. Döyüşə, həqiqətən də. Və bu döyüşən ordunun da dalında əlbəttə xalq durdu. Bunun da arxasında xalq durması idi. Bunun arxasında o pensiyası nənə maskı toxuyur. Vallahi alması ilə pensiyasının bəlkə də %80'ni pensiyasını orduya verir, köməliyir. Bunun arxasında duran qadını, anası, qonşusu, bilirsiniz ki, volonterstva da, yəni Ukraynada belə bir möcüzə bir şey. Həqiqətən də bu volonterluq könüllü Azərbaycan tərcüməsində. Yəni bu möcüzədir. Bu volonterluq Ukrayna ordusunun dalında durdu. Ordu, dövlət özünü toparlayana qədər, xalq öz-özünün arxasında durdu. Öz ordusunun arxasında durdu və ordusunun tərkibinə qatıldı. Qocalı, yaşlı və bunun qarşısında durdu. Həqiqətən bu bir möcüzədir. Və doğru qeyd elədiniz ki, yəni bu formatdan baxdığımızda Azərbaycan, Ukrayna, yəni Azərbaycanın qələbəsi o dövrdə hansı formada, xalqın necə öz ordusunu dəstəkləməsi və Ukraynada bu eyni formatın olması, yəni ki, yəqin ki, bu qandan gələn bir şeydir. İmperiya qarşı mübarizə. Yəni, bunlar hamısı qandan gəlir, kökdən gəlir. Hamısının başı, o öncə qeyd elədiyim kimi, bəlkə də bir qisas durur. Vidadi bəy, müharibə varsa, qan var, qada var, alacaq eləsin, ölüm var, əsirlik var. Bunu çox təəssüf hissi ilə deyirəm ki, Rusiya tərəfdən də döyüşən Azərbaycan əsilli vətəndaşlar var.
Bəlkə mənim bu sözüm bir çoxlarının xoşuna gəlməyəcək, amma çox təəssüf ki, belədir. Buna istər şəhəri tərəfdən baxsaq, yəni şəhidlik deyilən bir zirvə var. Ali bir zirvədir. Və o hər adama nəsib olmayan bir şeydir. Şəhid o şəxsə deyilir, o insan şəhid olur ki, öz ərazi bütövlüyünü, öz elini obasına təcavüz zamanı orada həlak olur. Amma təcavüzkar heç vaxt şəhid ola bilməz. Yenə də deyirəm, bəlkə mənim bu sözüm bir çoxlarının acığına belə gedər ki, Azərbaycanlılar var, Rusiya tərəfdən döyüşürlər, həlak olurlar. Yəni, bir anlıq bir düşünsünlər, şəhid deyirlər. Yəni, təcavüzkar necə şəhid ola bilər? Yəni, bunu istər şəri baxımdan, biz müsəlmanıq, lap müsəlmançalıq baxımından da, yəni, bu şəhidlik zirvəsinə mən yenə deyirəm, təsəvvür edə bilmirəm. Üzr istəyirəm, bəlkə kiminsə bu sözüm acığına gedər, amma təcavüzkar şəhid ola bilməz. Bu, bunun bu tərəfi. Və əsir düşürlər bura. Azərbaycanlılar da var, müharibədirsə əsirlik də var. O əsirlərlə görmüsünüzmü? Və yaxud da imkan olurmu? Və yaxud da heç Azərbaycandan əlaqə saxlayan olurmu ki, yəni bizim orada kimsə var, əsirdir, bir kömək istəyən, yardım istəyən olurmu? Arzu bəy, doğrusu çox yaralı yerimizə toxundunuz. Yəni, bax, 3 dəqiqə öncə əgər biz yüksək motivasiyadan danışırdıqsa əgər, yüksək dəyərlərdən danışırdıqsa əgər, yəni bu da keçdiyimizdə biraz başımız aşağı əyilir, yəni həqiqətən də. Yəni, o bizim yaralı yerimizdir, bugünkü gündə həqiqətən də. Yəni, bu Ukrayna torpağında bu günlərim Azərbaycanlılar Ukrayna ordusunun tərkibində tarix yazırsa əgər, Ukraynanın tarixinə düşürsə əgər, özünün müdafiə dəstələrinin tərkibində Ukrayna ordusu, Ukrayna xalqı, Ukrayna dövləti özünü müdafiə edən vaxtı bunların yanında olursa, belə faktlar bizim həqiqətən başımıza aşağı salır və əfsuslar ki, belə faktlar var. Biraz öncə qeyd elədik sizlə, yəni ki, ordunun qələbə çalınmasının yaradan amillərdən biri nədən birincisi? Motivasiya. Hansı motivasiya var? Gəlin baxaq prizmadan. Sağ olun. Ruh yüksəkliyi yaradan səbəblərdən biri nədir? Yəni ki, əgər o tərəfdən gələn bizim həmyerlilərimiz, millətimizin nümayəndələri hansı motivasiya ilə gəlirlər? Buna baxaq. Muzlular. Bilirik ki, bu günlərim Rusiya ordusunun tərkibində vuruşanlar, bilirsiniz ki, hamısı cəza çəkmə müəssisələrində olanlardılar. Ondan sonra cəmiyyətin müəyyən aşağı təbəqələri var, hansı ki, bunun narkomanı olsun, onun belə alkoqolizmi olsun və yaxud da başqa-başqa olardı və müəyyən qədər də pullu muzlulardır. Yəni, səfərbərliyə görə gələnlərdə ən çox hissəsi isə həqiqətən də muzlular. Pul müqabilində aldadılıb bura gələnlərdir. Bax, bunu xüsusi qeyd edilib, aldadılıb. Yəni, qoy bu günlərimdə mənim Azərbaycan nümayəndəsi, Rusiyada yaşayan olsun, Azərbaycanda yaşayan baxsınlar, aldadılıb, həqiqətən də nə olaraq pul verilmir, nə ölümündən sonra pul verilmir, nə yaralanandan sonra nə obesi, bunu mən əminliklə deyə bilərəm. Aldadılıb göndərirlər bura. Və burada onları nə gözləyir? Ölüm. Vallahi billahi ölüm. Şəhidlik zirvəsi var, çünki özü müdafiə edirsən, ailə, namusu, torpağı qoruyursan. Bir də var ki, belə. Təcavüzə məruz qalan var, təcavüzkar var. Bəli. Yəni, təcavüzkar heç vaxt şərəfli ölüm ola bilməz. Beynəlxalq qanunlarımız var. Yəni, bizim istədiyimiz deyil ki, bu. Biz tarixi qaldırmırıq 20 il bundan qabağa, 50 il qabağa nə olub, kimin olub, beynəlxalq tanınmış sərhədləri var. Azərbaycanın olsun, Ermənistanın olsun, Ukraynanın olsun, Rusiyanın beynəlxalq tanınmış BMT-nin tərkibində sərhədlər var. Bunu pozmaq olmaz. Bu, ali qanundur. Heç kim bunu poza bilməz. Hər bir pozan dövlət qəsbkardır. Bunun adı budur.
və o qəsbkarın da tərkibində olan hər bir əsgər, o da qəsbkardır. Bunu bilmək lazım. Bunun üçün gedib, yəni ki, xüsusi akademiya oxumaq lazımdır, öyle. Bunun üçün ali təhsilə ehtiyac yoxdur. Yəni bu primitiv xırda qanunlardır. Əfsuslar ki, bizim bu qəsbkar ordunun tərkibində olan nümayəndələrimiz də var. Bir neçə dəfə təklifləri oldu burada xüsusi xidmət orqanlarından ki, bunlarla görüşüb söhbət. Dedim, yox, mən istəmirəm. Mənlə istəmirəm. Çünki niyə görə? Bilirsiniz, mentalitet olaraq biz Azərbaycanlıların həm biraz yaş səviyyəsi, biraz müharibə. Onun gözünə baxdığında, yəni mən, bilirsiniz nətərdir? Mən o adamda niyə navest deyirlər də, yəni ki, bu yaranmır məndə o niyə navest. Bilirəm ki, alladıb gəlmiş kiminsə övladıdır bu. Alladılmış bir övladdır. Mən ona baxacağım, onun qabağını utanacağım. Onun valideynin yerini utanacağım orada. Və çalışacağım ki, hansı bir kömək eləyim. Bax, kömək eləyirsən, yenə ayıbdır. Eləmirsən, yenə ayıbdır. Baxırsan Allahın qabağında, bilirsən hər cürə. Ona görə də belə biraz çalışır, maksimum dərəcədə çalışan uzaq olun. Zəhlər əlbəttə ki, hər gün zəhlər var. Bax, telefonu inandırım, hər gün zəhlər. Qohum, tanış olan, olmayan, xahiş edirik bizim övladımız orada. Öyrən onun haqqında ən azından bir xırda heç olmasa ən azından bir xırda məlumat bəlkə var. Sağdırmı, sağ deyilmi? Xahiş edirik, bizə kömək eləyin. Niyə belə Allahdılar, yoldan tutdular, hamısının əsas səbəb odur ki, getmirdi, istəmirdi. Niyə gəldi? Allahdılar, məcburi götürdülər, nə elədilər, belə şeylərlə var. Əfsuslar ki, var, amma digər ki, mailə gəlir ki, yəni bunun da sonu var. Bunun da sonu var. Tək ki, Allah, bunun da səbəblərindən biri savadsızlıqdır. Mən belə deyərdim, valla, öz kökünü bilməməkdəndir. Hər hansı bir insan, Azərbaycan oğlu, Azərbaycan xalqının övladı, tarixini biraz çox bilirsə, əgər, valla bu qəsbkarın tərəfində durmamalıdır. Öz hansı qəsbkarın əsrlərlə onun babasını, nəslini, kökünü təsir altında saxlayan, qıran bir adamın tərəfində durmaq düzgün deyil. Və bu gündən bizimlə baba qardaş keçinlərimiz var, gürcülər var, eyni tarixi yaşayırıq. Əlbəttə ki, onların da nümayəndəsi var orada, yəni hər bir xalqın nümayəndəsi var. Amma səbəblər budur. Və biz çox-çox istəyərdik ki, vallahi bu günlərim oturuq bizlə müraciətlə məqsəd xalqıma, millətimə də bu övladınızı, balazı qoruyun, göndərməyin. Ölümdür bu, pul da yoxdur. Bunun hələ mənəviyyat tərəfini qoyulan bir tərəfə ki, ayıbdır, eldən ayıbdır, Rusun tərəfində olub şey vuruşmaq. Mənəviyyatı qoydum bir tərəfə, madiyyətə keçdiyimizdə alladırlar. Lap heç allatmırlar. Hansı, bilmirəm, mənə çatmır. Valla bir ata kimi, bir baba kimi mənə çatmır ki, hansı bir valideyn istəyər ki, balasını öldürsün, onun pulunu aldırsın, alsın, yesin. Kimə lazım bu pul? Axı bizim millətimizə xas olmayan bir şeydir bu. Hətta mən bildiyim qədərilə siz bunu lap yaxşı bilərsiniz, bu proseslərin içindəsiz, dəqiqləşdirmək üçün sizdən soruşacağım. Hətta mən bildiyim qədərilə əsrlər dəyişərkən belə ruslar qeyri-millətləri götürmürlər, ancaq öz millətini, rusları götürürlər. Tamamilə doğru deyirsiniz. Tamamilə doğru deyirsiniz. Əsrlərlə oldu, neçə dəfə verildi, siyahı da verilir, belə bir adam, onlar heç onları siyahını qəbul eləmirlər. Yoxdur bizdə belə bir adam. Əsrlərin dəyişməsi üzrə burada xüsusi dövlət komissiyası var, Qlavno Upravleniya Razvedka, Mərkəzi Kəşfiyyat İdarəsi, Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsi tərkibində var, başqa siyahılarda baxırlar, hər hansı bir familiya, İvanov, Petrov yoxdursa əgər, Mamedov və ya başqası varsa, üstündən xəsər yoxdur, bizdə bu adam yoxdur, haradan gəlib çıxıb belə. Yəni, belə informasiyalar da var, bunu bilmək lazımdır. Dəyişmək, onların, bilmirəm, şansları da yoxdur. Ki, onlar geri qayıtsınlar, və ən azından, laf qayıtsa da, onun evə dönmə şansı yoxdur. Orada türmələrdə çürüyəcək, ən yaxşı halda. Və yaxud yenə də atırlar yenə də cəbhəyə, biz bu əlimizdə yüzlərlə fakt var. Buradan dəyişirlər, İvanov, Petrovu dəyişirlər, Rus verirlər ora. Heç 10 gün keçmir, yenidən ancaq orada vurdular, öldürdülər, yenə baxır informasiya. Çünki bilirsiniz, dövr, internet dövrdə hər bir informasiya izlənilir, yenə həmin adam olur. Yəni budur, ölümdür. Bilmirəm, bacaran qədər biz çalışarıq şimdi, yəni, buradan çatdıraq millətimizə, xalqımıza, belə faktlar olmazsa, belə faktların üzrə gəlməyək. Ümid eləyək ki, olmaz indən sonra. Vidadi bəy, bir də mənə maraqlıdır. Yəni burada, istər orduda, istər mülkidə qeyri-millətlər, yəni bayaq siz də dediniz, təbii ki, bunu hamımız bilir, Azərbaycan əsilli, Çeçen əsilli, yəni Gürcə əsilli
Onlara münasibət necədir? İstər orduda, istər mülkidə. Ümumiyyətlə Arzu bəy, yəni siz özü də çox gözəl bilirsiniz ki, Ukrayna xalqı necə də gözəl xalqdır, gözəl millətdir və bunların da ən böyük problemləri onların özlərinin deyirəm ki, ürək açıqlığından, ürək təmizliyindən irəli gəlir. Slavyan xalqının nümayəndəsi olmasına baxmayaraq, bunlar tamamilə mental olaraq, yəni düşüncə olaraq fərqli, filosofiya, xalq olaraq, ondan sonra mədəniyyət olaraq tamamilə fərqlidirlər bunlar. Ürəyə açıqdırlar, ürəyə genişdirlər. Daim qapıları qonaq üzünə açıqdır və ümumiyyətlə yəni Rusiya ilə müqayisə olunmaz dərəcədə fərqlidirlər Rusiya ilə. Bunlar bunu çoxları bir qarışdırırlar bunlar şeyini millətlər xeyr. Rusiya ilə bütün dünya belə müqayisə oluna bilməz. Onlar tamam başqa bir Bəli. Amma əfsuslar ki, sağ olun. Amma əfsuslar ki, məsələn həmişə Ukraynalıları qarışdırırlar Ruslarla, tamamilə başqa millətlər. Vallahi bunlar bizlərə daha çox yaxındılar ki, məsələn o birislərə. Heç biz mən 30 il burada yaşadığıma baxmayaraq, nə mənim övladlarım, nə mənim özüm, nə tanıdığım bir Azərbaycanlılar heç kim deyə bilməz ki, fərq eləməz tutduğu vəzifəsindən asılı olmayaraq, səviyyəsindən asılı olmayaraq, istəyir bazar olsun, istəyir mədəniyyət olsun, istəyir elm adamı olsun, heç bir vaxt biz bunu hiss eləməmişik burada. Bu faktdır. Amma bu müharibə başlayandan sonra geniş miqyaslı. Mən 2014-cü ildən bu proseslərin içindəyəm. Bir Azərbaycanlı olaraq fəxr eləmişim. Həmişə mənim adım birinci çəkilibdir. Baxın, bu kitablarda var, tarixlərdə var, açılıbdır burada, məsəl üçün göstərə bilərəm. Bax, bu 2016-cı ildə yazılan bir kitabdır da. Bax, 2016-cı ilin tarixinə baxın, göstərim. Yəni, bax, 2016-cı il. Yəni, o dövrdən yazılan, bax, yəni bizim haqqımızda yazılar, hər bir millət haqqında. Adınız gəldi, Vidadi İsrafilov Azərbaycan. Yəni, bu kitabda hər bir xalqın nümayəndəsi haqqında 2016-cı ildə çap olundu. Baxın, bunun 14-cü ildən bu yığılar hazırlanır. Söhbət ondan gedir ki, hər bir xalqın nümayəndəsinə qarşı çox böyük, gözəl bir hörmət var burada. Yəni, o da, bilirsiniz, mən dəfələrlə bunu demişəm. Burada hər hansısa bir soydaşımızın xoş bir əməli, yəni belə deyim də, onun adının ya önünə, ya arxasına mütləq ki, Azərbaycan sözü əlavə olunur. Bəli. Və burada belə bir şey var. Azərbaycandan kənarda yaşayan hər bir Azərbaycanlı Azərbaycanın səfiridir. Bəzən irad bildirirlər, filan səfirlik. Bizim özümüz hər birimiz bir səfirik. Hər bir addımımız, hər bir əməl, bəli, hər bir əməlimiz. Yəni o da həqiqətən qürur verici bir şeydir ki, kimliyindən asılı olmayaraq bir yaxşı əməlinin ya arxasına, ya qabağına Azərbaycan adı çəkiləndə, yəni çox böyük bir qürur verici bir şeydir. Arzu bəy, yəni sizcə, bu 11 il gedən mübarizədə, 11 il gedən müharibədə 120-dən çox şəhid verən və bu günlərim Ukrayna müdafiə qüvvələrinin tərkibində bəlkə də minlərlə, yox 10 minlərlə döyüşən olan bir millətin nümayəndəsinə Ukrayna xalqı nə cür münasibət göstərir sizcə? Yəni ən gözəl, ən yaxşı, həqiqətən də bax bu günlərim Azərbaycan adı gələndə hər hansı bir səviyyədə Avatkуда, звідси, а ви звідси, ну, з Azərbaycanı. Respekt. Yəni belə ürəklərin üstündə ona görə çünki həqiqətən də nəyin səmərəsinə bax, nəyə görə? Bax, ölən hər bir balamızın onlar qanları ilə bu günlərim qaldırdılar. Azərbaycanın adını, Azərbaycanın bayrağını, Azərbaycanın namusunu. Bax bu qardaşlar, bu balalar, bu övladlar qanları ilə qaldırdılar. Yüksəkliklərə və döyüşən və hər bir döyüşçü də yenə həmçinin. Bax, xalq diplomatiyası çox gözəl qeydlədir. Əlbəttə ki, hər bir Azərbaycanın hər hansı bir səviyyədə, elm səviyyəsində olsun, mədəniyyət səviyyəsində olsun, hərbidə olsun, fərq eləməz, biznesdə olsun. Yəni, bu günlərim hamımız burada, vətəndən uzaqda torpağımızın, millətimizin, namusumuzun, dinimizin yəni qaldırmağını borcumuzdur ən azından. Bizim borcumuz. Bunu eləməliyik və şükürlər olsun ki, maləcək bu günlərim Azərbaycan xalqı ən çox şəhid verən xalqdır. Və hörmətimiz də çox yüksəkdir həqiqətən. Millətə qarşı. Bunu, yəni bu özünü reklam kimi olmasın, bunu hər bir Azərbaycanlı deyə bilər.
Özünüz də görürsünüz, şahidisiniz bu gedən proseslərin, münasibətin hər bir şeyin. Allah cəmi şəhidlərimizə, Azərbaycanlı, Ukraynalı, istər Azərbaycanda, istər Ukraynada cəmi şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirik. Və son zamanlarında ən böyük, artıq şüara çevrilmiş, adıma qürur verir, artıq şüara da çevrilib. Slava Ukrayna, Slava Azərbaycana. Yəni bu həqiqətən eşidirik, adama çox böyük sevinç hissi yaşadır. Yəni bundan böyük bir şey yoxdur. Başqa bir dövlətdə yaşayırsan və hər bir addımında sənin millətini, sənin elini, obanı yada salırlar yaxşı mənada. Yəni bu böyük bir qürur verici bir hissdir. Bir də bayaqdan danışırıq Vidadi bəy. Buxara papaq mənim nəzərimdən qaçmadı. Yəni millilik. Yəni çox xoş oldu. Çin o Buxara papağı da yəqin ki bizim soyumuzdan, kökümüzdən, milliliyimizdən xəbər verir. Sağ ol. Çox xoş bir təəssürat bağışladı. Əlbəttə, yəni mən sizə o tarixçəsini danışım. Bilirsiniz nədir? Həyat elə davam edir ki, yəni özünü özə hiss eləmirsən. Həmişə elə yəni biz kişi olaraq düzgünün qabağında dayanmağı xoşlamırıq ki, elə daim daxildə nəsə var, 20-25 yaşında, sən elə 20-25-dir. Bir dənə təsadüfən gözünün qabağına baxırsan ki, ağarmısan, belə oyam mən. Yəni bizim əsgər qardaşlarımız var, hansı ki bir yerdə döyüş yolu keçən əsgərlər var. Yəni sağ olsunlar. Yəni bizim milli mentalitet olaraq bizim qanımızda var ki, böyüyə hörmət, ağsaqqala hörmət, yaşlıya hörmət öz yerindədir və o cümlədən də keçdiyi yol var. Hər bir insan həm keçdiyi yola görə hörmət qoyurlar, həm onun yaşına hörmət qoyurlar, həm əməlinə hörmət qoyurlar. Sağ olsunlar. Yəni onlar mənə bilirsiniz, iki şey var. Bax, iki millətdə Azərbaycan millətində də bizdə. Yəni bu papağı məsələsi hamı alıb başlayır, amma bunu gətirib səhərcilər sən layiqsən bu papağa. Bunu sağ verəndə bu dəyəri tamam başqadır. Bu papağı mənə bizimlə qulluq edən Murad Alim Nasırov qardaşları var. Getmişdi Azərbaycana reabilitasiya. Bax oradan gətirdi, bax belə. Gözəl içinə də yazıbdı. Yəni bunun üçün xüsusi dəyəri var. Yəni onlar gətirdilər ki, ağsaqqal, sağ ol. Yəni bunun xüsusi, yəni bu mənə o qədər məsuliyyət verdi ki, mən biraz da qaldırdım məsuliyyət qarşısında həm döyüşən qardaşların qarşısında, həm cəmiyyət qarşısında, həm uşağın qarşısında. Yəni o biraz da məsuliyyət qoyur bizim çiynimizə. Və həm də bu vişivanka deyirlər, Ukraynalıların vişivanka deyən bir geyimi var, bilirsiniz, milli geyimi var. Bilirsiniz ki, bu milli geyimi də yəni mağazinlərdə satılır, dükanlarda satılır, amma onu gətirib kimsə sizə verəndə, bax eyni dərzdə onu, bəli, eyni dərzdə mənim vişivankam var idi. Bizim İvan Tatavrov mənim yaxın 14-cü ildən bir yerdə olduğumuz bir qardaş, döyüşçü qardaş var. O getdi mənim alıcımda hədiyyə verdi ki, bir daha da bu. Yəni o vişivankanı o mənə döyüşçü qardaşım hədiyyə. Yəni onu həqiqətən də onun xüsusi qiyməti olur. Gedib mağazindən alınması. Yəni görürsüz, yəni bu vişivankanı da gətirib cavab verirlər deyə bunu daşımaq. Çünki kod millətin kodu. O vişivankanın üzərində olan hər bir yəni uzor, naxış o millətin kodudur. Onu əgər Ukraynalısa, bir Azərbaycanlı verirsən bunu geyməyə layiqsən, o xüsusi qürur verir. Və o cümlədən də bu papaqdan sual verici ona gətirirəm ki, millətin nə boyda oxşar bizim xüsusiyyətləri var, dəyərləri var, yəni o cümlədən. Siz yəni belə. Bir də Vidadi bəy, Brati Pavoli. Bu səhv eləmirəmsə bir neçə batalyonu özündə birləşdirir, yoxsa necə? Brati Pavoli tərcümədə yəni azadlıq qardaşları, yəni onun xüsusi mənası var. Biz hansı ki, baxın, bir adını çəkim, Çeçenski batalyon, Şeyx Mənsur adına Çeçen batalyonu, Gelayevski spesnaz xüsusi təyinatlılar, Gelayevski xüsusi təyinatlılar, hansı ki 90-91-ci illərdə onlar Çeçenistanda vuruşdular, həmən qardaşlardırlar, bu dəqiqə yaradıblar, burada vuruşurlar, onlar. Gürcü legionu, Mamuka Mamulaşvili bugünkü gündə var, o da 14-cü ildə biz ondan bir yerdə yox, bir də Kırım Tatarlarının yaratdığı Naman Çelebixan adına batalyon, onlar da var. Yəni biz bunlardan bir yerdə yox. Həqiqətən də bizim daim onlardan bir yerdə görüşürük. Bütün bu yəni bu mübarizədə istəyir döyüş bölgəsində olsun. Müharibə qardaşlığı davam edir.
azadlıq qardaşlığı, müharibə qardaşlığı öz yerində, silah silahdaş yoxdur. Yəni biz görüşdüyümüzdə silahdaş, bir-birimizə silahdaş deyə müraciət edirik. Amma yəni ki, bu gün də həqiqətən də biz bunlarla birləşdik. Bizim Azərbaycan-Ukrayna qardaşlıq cəmiyyəti, yəni bax ona görə də budur. Mən əvvəlcədən sizə qeyd elədim ki, yaradılmış 17-ci xüsusi qeydiyyatdan keçmiş bu təşkilatın ətrafından biz birləşdik və bu günlərin bax görürsünüz, Azərbaycan bayrağı, Ukrayna bayrağı, bu bizim milli simvollarımız olan oddur burada. Üç diş deyirik da, trizub. Üç diş burada, bu altında da bizim şeyimiz, buyurun. Bunu sizə, yəni bir də baxın, bir də sağ olun, bu da çox əziz bir hədiyyədir. Bu da batalyon Kulçitski, hansı ki mən 7 il onun tərkibində qulluq eləmişəm. Ukraynanın ən birinci könüllü yaradılan batalyonudur. General Kulçitski bu batalyonu özü yaratdı və özü də döyüş bölgəsində 14-cü il həlak oldu və onun adına yaradılan batalyondur. Və mən fəxr edirəm ki, bir Azərbaycanlı olaraq bu batalyonun tərkibində 7 il qulluq eləmişəm. 15-ci ildən. Bunu da sizə buyurun qoyan tarix olaraq düşsün və bu haqqında da buyursuz, yəni burada tarixdə yazılıb. Batalyon Şeyx Mansur adına batalyon 14-cü ildə yarandı. Bu keçən illərin bu batalyon öz 10 illiyini qeyd elədi. Hansı ki, bu batalyonun yaranması tarixində biz də birbaşa iştirak eləmişik. Onun komandiri ilə, döyüşçülərlə bir yerdə olmuşuq. Bax qeyd elədim ki, bax Mamuka Mamalaşvili, Gürcü Legion, bax onunla da bir yerdə bizim rolumuz oldu. Yəni bizim üçün ən önəmlisi nədir və fəxriyyəsi nədir? Baxın, bu kitab haqqında Ukraynalılar bu batalyon haqqında bir kitab yazdılar. Yəni tarixə düşəsi bir kitabdır və bu kitabda yəni göstərim sizə, baxın. Ağ yol. Ha? Ağ yol. Bəli, batalyonun ağ yolu. Yəni bax, bilirsən bizim Murad Nasirov da öz döyüşçüləri ilə bizim haqqında. Bax, bu batalyon komandiri Muslim Çebutarlayev, bu Xalid, bu batalyon üzvləri ilə belə. Yəni ki, bilirsiniz, yəni bu tarixə düşmüş şeylərdir. Yəni bizim üçün fəxrdir ki, biz Azərbaycanlılar, yəni bu prosesdə qardaşlarla bir yerdə yox. Bu qardaşlarla hamısı ilə bir yerdə. Döyüş yolu keçirik bir yerdə. Ukraynanın mübarizəsində biz qardaş olaraq, silahdaş olaraq biz bunlarla bir yerdə yox. Əlbəttə ki, bunlar bizə qürur verir. Sizin sözünüzün qüvvəti olması, bu xalq diplomatiyasıdır. Bu millətimizin başını ucalara qaldırır. Bütün millətlərin içində biz burada aparıcı rol oynayırıq. Əlbəttə, bu bizim borcumuzdur. Siz demişkən, qandan gələn bir şeydir. Çünki biz qalib xalqın övladlarıyıq. Həqiqətən bu danılmazdır. Həqiqətən qalib xalqıq. Və o xalqın qürurla deyirəm ki, evladlarıyıq biz. Bundan da uca ali bir ad yoxdur. Çox sağ olun Vidadi bəy. Şad olduq sizi tanımaqda. Uğurlar arzuluyuruq. Allah canınızı sağ eləsin. Çətin yoldasınız. Həqiqətən çox çətin yoldasınız. Dönüşü olmayan bir yoldasınız. Məsuliyyətli yoldasınız. Bu yolda daim qələbələrinizi, uğurlarınızı eşitmək istəyirik. Artıq belə deyim, 2020-ci ildən sonra biz uduzmaq adlı bir sözü leksikonumuzdan çıxartmışıq. Və ona bir daha qayıtmaq istəmirik. Bir xalq olaraq qayıtmaq istəmirik. Buna hər bir sahədə Azərbaycanımız nümunədir. İdmanından tutmuş hər bir sahələrə qədər. Sizdən də ancaq istəyirik xoş sədalar, uğurlar, qələbələr. Və ümid eləyək ki, növbəti müsahibəmiz Ukraynanın qələbə gününə həsr olunacaq. Və o günü burada mən sizin qonağınız olacağımı söz verirəm sizə. Çox sağ olun, çox sağ olun. Birinci növbədə mən sizə minnətdarlığımı bildirirəm. Yəni bir vətəndaş olaraq, bir Azərbaycanlı olaraq, bir jurnalist, profesional, yəni bir ağır öhdəliyi üstünüzə götürmüsünüz, sağ olun ki, gəlmişsiniz, qeyd elədiniz. Vallahi deyim ki, sizə bu günlərim, yəni siz çox qaldırdınız yəni bizim fəaliyyətimizi. Ehtiyac yoxdur, yəni biz də bu ölkənin vətəndaşı yoxdur. Ən azından o bizim vətəndaşlıq borcumuzdur. Amma bunun nə dərəcə keyfiyyətli yerinə yetirib yetirməməmiz ikinci söhbətdir. Yəni inşallah görürəm ki, Allah Taala bizə imkan verir, yəni bunu keyfiyyətli yerinə yetiririk. Və mən əminəm ki, və bu günlərim əminliklə deyə bilərəm ki, bu günlərim Azərbaycan xalqının nümayəndələri, bizim millətimizin nümayəndələri qürurla bu torpaqda gəzə bilər, başı uza gəzə bilər. Ona görə ki, biz bacardığımız və bacardığımızdan artıq qədər
gücümüzü göstəririk cəbhə bölgəsində, humanitar sahədə, hər bir sahədə Azərbaycanlılar öz köməyini göstərir. Və bir Azərbaycanlılar həm şəhidi ilə, həm döyüşən igidi ilə, həm kömək edən biznesmeni ilə seçilir və öndə gedir Ukraynada. Və bununla biz fəxr edirik. Və inşallah da ən azından da mən sizə qarantili olaraq deyə bilərəm ki, Ukrayna xalqının qələbəsi danılmazdır. Bu 100%-dir və imperiyanın, Rus imperiyasının dağılmasının təməli burada qoyulur. İnşallah buradan da başlayır və siz demişkən, şəriyəm sizlə inşallah qələbəmizi bir yerdə qeyd edəcəyik. Yenə də sağ olun ki, gəldiniz, qapımızı açdınız. İnşallah yəni ki, gələcəkdə daha çox bizim xoş xəbərlərimiz olar, informasiyalar olar. Sağ olun, bu qədər. Çox sağ olun, minnətdaram. Necə deyərlər, yaşasın Ukrayna, yaşasın Azərbaycan. Так точно. Дякуємо вам. Як кажу українській мові, скажу: слава Україні, слава Азербайджану, героям слава. Перемога буде за нами. Yaşasın Azerbaycan, yaşasın Ukrayna. Sağ olun. Çok sağ ol. Dayanmaz. Брат, сьогодні ти для мене просто брат. Коли багато так у світі зрад, як накриває нашу землю град, і лине мат. Брат, я відчував завжди твоє плече і бачив блиск сміливих тих очей, коли давали відсіч ворогам сам на сам. В серцях адреналін, крізь полум'я і дим, тримай стрій, побратим.